Mədə-altı vəz pankreas. Şəkər xəstəliyidir, orqan yetməzliyidir, səhv eləmirəmsə. Tiroiddir. Axır vaxtlar o cür qərara gəlmişəm, həkimdən eşitdiklərim əsasən. Yanlış da demiş ola bilərəm, çünki mən həkim deyiləm. Mən sadəcə xəstə gözü ilə həkimlərin dedikləri bir şeyləri araşdırarkən o qənaətə gəlmişəm. Dediyim kimi mövqe yanlış ola bilər. Amma orqan yetməzliyini deyir, sağaltmaq çətindir. Nizama qoymaq çox çətindir. Amma hələ o səviyyəyə gedib çatmamısınızsa, güya ki diabet 2-sinizsə, onu da sağalır. Amma onu da sağaltmaq istəmirlər. Hər xəstəliyi ad qoyurlar, yanlış və ya doğru diaqnoz qoyurlar. Prosta onu uzaq yoldan sağaltmaq var, belə-belə yollarla, bir də var normal yolla. Normalda istəmirlər ki, daha çox dərman firması qazansın, daha çox bilmirəm, bunu əslində bütün YouTube kanalları deyir, hamı şey deyir, həkimlər isə inkar edir.